baxaq. Koduna da baxaq lap hətta. Qısaca o kodu var onun üstə. Void solve hələ ki ehtiyac yoxdur. Hələ ki buna keçməyək. Adi bir int main-in içində yazaq. lln while n uşaqlar bunu nə olduğunu gəlin bir dənə qısaca izah olaraq baxaq. Bu nə deməkdir? Yəni while n minus minus. Bu bildiyimiz yəni test case məntiqi dediyimiz, yəni 2 və 2 dəfə eləyəcəksə, bunu bu şəkildə yazanda, yəni for məntiqi düşünə bilərsiniz. Bir forun daha qısa versiyası kimi işləyir. Yəni gedir, totalını n dəfə eləyir, 2 dəfə, yəni n dəfə dövr eləyir. Bunu yaza bilmirsinizsə, n minus minusu burada yazıb, n böyüdür 0 olana kimi də yaza bilərsiniz. Bu da doğru bir bədii haldır. Gələ ki, belə saxlayaq. Eləməli olduğumuz nədir? Deməli, ll v var və y var. Sin birinci nəyi verir? Bizə birinci v-ni verir. V, daha sonra y. Mən siyahut nə eləməliyəm? Y çıxılsın v üstə gəl 2. Və n. Bu qədər sadə. Bu isə kiməsə qaranlıq qaldımı ümumiyyətlə? Yəni sualın şərtində və ya həllində. Dəqiq, əsas yazmayanlardan bir dənə soruşaq. Yazmayanlar ya böyük ehtimal... Mən vaxtı çıxmamışdım. Hiss elədim onu. Kimlər var ya deməli burada? Ayxan, başa düşdün? Bəli, müəllim. İsmail, qaranlıqsa var? Xeyr, müəllim. Okey. Və Nihat. Müəllim, məndə A-ya baxarsınız, o səhv oldu. Nəyə? 90 ver. A-fı. Dünə yavaş gedir ya oyuna doğru. Sonra. Təsmə. Çatacaq. Sonra. Və ədədin reverse orderdan çıxışa verilməsi. Bunu danışdıq. Əslində keçən dərs bunun üstündən keçmişik bir dəfə. Bir dəfə də keçək. Ədədin son rəqəmini tapmaq üçün biz dedik ki, ədəd nə etmək bəs edir? n faiz 10 yazmaq mənə bəs edir ki, ədədin son rəqəmini tapım. Və n böl bərabər 10 yazmaq da mənə ədədin son rəqəmini silməyi bəs elətdirir. Onda ədəd 0-dan fərqli olana qədər, yəni n böldü 0 olana qədər mən bu prosesi davam elətdirsəm və hər dəfə də bu son rəqəmi çıxışa versəm, yəni hər dəfə sonuncu rəqəmi ver və ona böl, sonuncu rəqəmi ver və ona böl şəklində eləsəm, ona cavab hər zaman mənə eləyəcək? Ədədin sən 100-ü tərsinə şəkildə mənə ekrana verəcək. Cavid də gəldi. Başa düşürük. Burada qaranlıqsa var. Baxın, birinci son sıfırı, sonra ortadakı sıfırı, sonra 1-i mənə ekrana verdi. Aydındır mı? Bəli. Qaranlıqsa var. Görək kiməsə səhv var idi mi burada? Yoxsa boş idi mi ancaq? Yox, səhv yox idi. Sonra Nihat dedin ki, bundan sonra baxmamısan, düzdür? Yəni vaxtını... Bu kimdir? İsmail, səndə də vaxt çatmayıb, yoxsa baxmısan, yaza bilməmsən? Mən vaxta görə. Aha, tamam. Okey, V-yə baxdıq, onda sizə, yəni sırf sizə görə bu V-ni X izah eləmirəm, çünki baxmamısınız. Y. Matrix. Aha, artıq iç-içə looplara da bu sualdan etibarən məncə başlayırıq. Düzdür? İç-içə looplar, yəni o qədər çətin olmur. Bunu bir də gözünüzdə qorxutmayın. Sadəcə bir də rahat yolunu başa düşsəz, qalanı özü gedəcək. Belə deyək, rahat yol deyəndə nəyi nəzərdə tuturam? Bir dənə gəlin baxaq. Ümumiyyətlə, bu matrixdə nə deyir? 2 sətir olsun. Hər sətirdə 3 element olsun. Və 1, 2, 3, 4, 5, 6 şəklində, yəni məncə logik ardıcıllığı, məntiqi uyğunluğu tuta bilirsiniz. Artıq necə bir şey istəyir. Bu şəkildə çıxışa verməyimizi istəyir. Birinci, gəlin bir dənə nəyi xatırlayaq? Yadınızdadır, biz ekrana n-in mf formatında ulduz verə bilirdik. Gəlin n ilə m olaq. N, m, sin n və m. Bir dənə xatırlayaq. Biz necə
eni ulduzlar və hashtaglər çıxışa verirdik. Birinci formumuz deyirdi ki, hər zaman onu göstərir ki, neçə dənə sətir olacaq. Deməli, n-ə qədər gedirəm. Növbəti for da məndə olur hər zaman J0-dan J-ə, J++. 2 dənə içəcə for yazırdım, düzdür? Cout. Məsələn, atıram ki, hashtag verək hələ ki və cout n. Bu da yəni növbəti sətrə düşmək üçün bir kod olurdu. Sən input-a 2-3 verək yenə. 2-3. Okey. Bir də buna baxaq. Birinci. Baxın, 2 dənə sətir, hər sətirdə 3 dənə element. Bura kimi, kimdəsə qaranlıq var. Yəni, bunun necə işlədiyini biz dəfələrlə danışmışıq. Problem varsa, dediyim kimi, bir qaranlıq nəsə problem yoxdur. Bir də baxaq. Varmı kimdəsə? Müəllim, məndə bayaqçı V sualına 91 verdi. V sualı 91. Necə? Ədəd mənfi də ola bilər ki. Belə bir şey deyil ki. Amma hər şey ola bilər. Bir də ora if artır. Mən daha bütün kodu yazmıram bir də. Bir də ortalara bir yaz ki, əgər n 0-dırsa siyah 0. 0 olan daxı çevirmə çıxışı. Tamam. Başa. O hə, gözdən qaçıb. Deməli, bu forda heç mi qaranlıq yoxdursa, onda belə bir şey təklif edək. Gəlin bir dənə eləyək, nə bilim, t yaradaq. T olsun 1. Və mən hashtag-in əvəzinə sadəcə t çıxışa verim. Nə baş verəcək uşaqlar? Yəni, mən ekranda durmadan ancaq birlər görəcəm. Düzdür? Çünki t 1-dir. Başa düşürük bunda. Yəni, bayaq hashtag görürdümsə, indi də 1 görürəm. Və buraya bir dənə boşluq artırıram bu heç. Baxın, hər dəfə t-ni çıxışa verəndən sonra mən t++ yazsam, baxın, hər çıxışa verəndən sonra t bir vaid artacaq. Yəni 1 çıxışa verəcək, sonra qiymət artacaq. Olacaq 2. Sonra qiymət artacaq 3 və bu şəkildə artıq davam eləməli olsa, yəni koda bir dənə sətir t++ artırmaq mənə nəyi gətirib çıxardacaq? Baxın, 1, 2, 3, 4, 5, 6. Yəni bunu nə boyda böyük yazırsınızsa, ona uyğun məsələn atıram da 5-in 3-ə yazsaq məsələn. 5 sətir, hərəsində də 3 element olacaq şəkildə. Görək nə baş verir. Baxaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Hə, bu şəkildə bizə lazım olan şəkildə çıxışa verdi. Kiməsə qaranlıqsa var. Hamıya aydındırmı? Necə bu proseslər baş verir? Mən. Baxın uşaqlar, dediyim kimi. Kimdə veriyor? Mən. Deməli, bunları uşaqlar niyə bu şəkildə, yəni sizə bəlkə də elə gələ bilər ki, mən bu dəqiqə çox izahlı şəkildə deyirəm və yaxud da çox dərin eynirəm. Çünki baxın, massivdir. Yəni artıq mövzuları keçib qurtarmışıq da. Yəni massiv, vektor, set, map bunların hamısını gələndə ya biz bu dərsləri forsuz, yəni forsuz və ya looplarsız artıq təsəvvür edə bilməliyik də. Elə bir sual olub ki, massiv aid olsun və ya atıram da map aid olsun, amma biz onu yəni loop olmadan yazmışıq. Bəlkə də olub bir dənə falan, amma overall-da, yəni ümumi baxanda bu çox da belə şey deyil də, yaxşı, yəni normal bir hal deyil də. Biz bütün suallarda bacardıq qədər loopdan istifadə eləmişik. Ona görə loopda belə, yəni if-else və loopda bacardıq qədər çalışıram ki, heç bir probleminiz qalmasın. Ona görə də sizdən tək xahişim budur ki, çox cüzi belə qaranlıq nəsə olsa, onu soruşun. Tamam? Belə. Y-yə baxdıq. Z-ə qədər vermişdim, düzdür? Deməli, yaxşıdır uşaqlar. Yəni nə yalan deyim, yaxşıdır. Bir dənə sinar rekorda baxırsansa, dediyim kimi azdır. Yəni 8 dənə sual, yəni looplardan 8 dənə sual o qədər çox deyil. Biraz daha çox işləyə bilərsən. Qalan hamı, yəni 19 yaxşıdır. Yəni tam deyil, amma okey. Yəni yoxdansa bu daha yaxşıdır. 20 yaxşıdır, 25, 26 zaten
26 dənə idi, onsuz da düzdür. Aha. Və 26-dan yuxarı olan hamı da okeydir. 25, 26, yəni dediyim kimi, bunların hamısı yaxşıdır. Bir dənə Çınar. Çalış, rekorda baxırsansa bu dəqiqə. Çalış, işlə. Biraz daha çox çalışdı. Deməli, qalanlar. Birinci nə edirsiniz? Bunları bitirin. Yəni bu boşluqlar var burada. Bunları bitirin. Gəlin, homework-ünüzü qurtarın. İndi başlayın davam eləməyə. Növbəti homework. Kim növbəti homework-ın nə olduğunu deyər? AB-dən Müəllim vektor. Yox, yəni növbəti əlifbanı verirəm də, yəni uzun sözün qısası. bəli. A-dan A-Z-ə doğru. Bir dənə məsələn hamı yazıb qutarsaydı bunu, bura kimi silərdim yenə. Amma yox, Çınar burada deyil. Heç nə. İş özdən. A-dan başlayaraq A-Z-ə doğru hamısını verirəm. Və yavaş-yavaş səhvləri başlayaq izah eləməyə. Okey? Kimin nə sual olsa əvvəldən soruşar. Okey? Bəli, 2000 kodudur. Müəllim. Aha, Ayxan. Bayaq da soruşmuşdum. AF nə deyir? Əvvəlki rəqəm find the not divisible 2-yə 3-ə. Aha. Başlamısan n-dən yox. N plus n minus 1-dən. Niyə? Çünki n-dən əvvəlki deyir axı. Okey? Başa düşürük. N-1-dən başlayacağam. Ha. Və çalış bunu şey götürmə. 1 götürmə. Əslində 1 götürə bilərsən, çünki onsuz da 1-də dayanacaq da, yəni qarantidir ki 1-də dayanacaq, düzdür? Çünki 1 bunların heç birinə bölünmür. Amma problem yaranmasın deyə mən məsləhət görərdim ki, buranı da boş qoy. Okey? Keçən dərsdə demişdim də sənə, yəni heç nə yazmayanda onsuz işləyir. Bəli. Sonra sənin səhvin budur. Və həmin vaxt onu eləyəndə o həmin vaxt onu nə götürür? Həmin sən nə edir həmin hissədə kod? While true kimi yəni işləyir. Yəni true yazır bir növ. Yəni sonsuza kimi gedən bir loop yazır ora. Sonra AF-ə baxdıq. Kimdir bu? O üçüncü kimdir? Gülnur. AP-yə baxaq. Necə bir problem var, düzdür? Hə, bu sual asan sualdır. Sual şərti nə deyir? Eşidirsənmi mən Gülnur? Bəli, mən. Son şərti biraz qarışıq görsənə bilər, amma uzun sözün qısası nə deyir? Atomdan deməyəcəm, sanki bir dənə qutu var. Qutunun içində n dənə top var deyək. Yəni topu atomu top kimi qəbul edək hələ ki. Bir professor nə tapır? Bir yaşki atomdan davam edir. İzah olaraq bir şey tapmadım. Daha sadə bir sample tapmadım. Deyir atom o vaxt yəni bomba bilirik də yəni necə işləyir. O vaxt partlayır ki, bütün belə də n dənə atomun hamısı ayrılsın. Yəni hamısı tək-tək formada qalsın. İndi məsələ nədir? Deyək ki, məsələn, əlimizdə 5 dənə atom bombası varsa, biz oyunu, atom varsa 5 dənə, biz oyun oynayırıq. Məsələn, birinci oyuncudur, sonra o biri oyuncudur, sonra A oyuncusu, B oyuncusu. Bu şəkildə növbələşə, deyək ki, oynayırlar. Məqsəd nədir? Bunu parçalara bölə-bölə gedirlər. Məsələn, 5-i, məsələn, necə istədin 2 hissəyə bölə bilərsən. Məsələn, 2 ilə 3 kimi bölsə. Düzdür? Sonra bir də ki, A oyuncusu bunu elədi. B oyuncusu nə edir? Atıram 1-1-3 şəklində gətirir. A oyuncusu təzədən 1-1-3-ü parçalayacaq deyək ki, 1-2 şəklinə. Sonra B oyuncusu da gedəcək, nə edəcək? B deyək də 1-1-1-1. Yəni hamısını parçaladı, düzdür? Və hamısını parçaladığı üçün bunun əlində partlayacaq. Ona görə kim udacaq? A oyuncusu udacaq. Başa düşürük son şərtini. Bəli. Yəni əgər
bu de ki A-da baş versəydi, onda da B olacaq. Ha, indi bizə nə verir? Bizə verir ki, n sayda fərz edin ki, əlinizdə n sayda atom hissəciyi var. Kim udacaq? Kim udacaq? Yəni bu şəkildə soruşur. Biraz baxsaq görərik ki, yəni məsələ nədir? Yəni oturub və bütün ehtimallara baxmağa ehtiyac yoxdur. Əgər əlində n dənə şey varsa, hissəcik varsa, onun tək və ya cüt olmağından asılı olaraq deyə bilərsən ki, kim udacaq. Bu necə bilirik? Məsələn, biz 5-i bayaq 200 şəklinə böldük. Bu şəkildə eləməyə ehtiyac yoxdur. Gəl həmişə 1 və n-1 yazıram. Yəni 1 və n-1 kimi bölək. Yəni nə demək istəyirəm? Bax, 1 4 kimi bölək. Onsa 1 bölə bilmirik. Bir hər dəfə 4-ü parçalayacağıq. 3-ü 2-ni şəkildə gedəcək. Sonra 1 1 3, 1 1 1 2, 1 1 1 1 1. Bax, fikir ver, neçə etap olur? Həmişə n-in sayından asılı olaraq bu etapların sayı dəyişəcək. Yəni mən tək baxmalı olduğum onda nədir? N-in faiz 2-si. N-in faiz 2-si 0-dırsa, deməli A olacaq, səhv eləmirəmsə. Aha. Əks halda da L sayındakı deyək ki, B olacaq. Və salam. Bir dənə bunu yazacaq. Hə, bu 2 də birinci 2 nədir? Test case-dən sən, yəni 2 də oyun olacaq. Birinci oyunu 2 olduğu üçün, yəni cüt olduğu üçün A-dır. İkinci oyunu da tək olduğu üçün B-dur. Aydınmı? Bəli. Tamam. Sonra AT. Ədədin rəqəmlərinin cəminin, yox, bir dəqiqə. Calculate rate of product of digits to, ədədin rəqəmlərinin hasilinin, ədədin rəqəmlərinin cəminə olan nisbətini soruşur və 3 işarə dəqiqliyindən çıxış verir. Kod yazmısınızsa ya koduna baxaq. O qədər çətin sual deyil çünki. AT wrong answer. Cəmə A demirsən, cəm hasil 1 olsun. B A0. Natural ədəd dediyi üçün 0 ola bilməz. Bunu niyə belə eləmişsən ki? Mən bir problem vardı, düşündüm B faiz onda. 0 dedim. Axı şey demir sənə, yəni demir ki, get sıfırlar xaric olan şeyləri tap, hasili tap. Sıfırlar da ora daxildir. Aydındır mı? Mən sıfırlardan tarif hasil tapdım. Ben yenə yoxlamısan. Dediyim kimi, tək problemin orada sıfırdır. Sən sualın şərtində xüsusən demədiyi müddət ərzində ki, sıfırları nəzərə alma, sən onları belə göz ardı eləyə bilməzsən. Okey? Kodun düzdür. Bir dənə orada şeysin. Belə də sıfır hallarını continue eləməyini sil. Yəni sıfırdırsa sıfıra vursun bu. Yaxşı. Və bir də özün artıq başa düşə bilərsən ki, sən burada A faiz onu tapanda, onu həm cəm kimi, yəni cəmin üstünə gələ bilərsən, həm də hasilin üstünə gələ bilərsən. Yəni 2 dənə while getməyinin nə mənası var? Yəni bir while-ın içində onsuz da eyni prosesi eləyirsən də. O while-lardan birini istəsən silə bilərsən. Sonra AT, AX-a da baxaq. Number of find the even. Bölənlər məsələsi. Ədədin bölən məsələsi. Bölənlərdən hələ ki danışmamışıq. Böyük ehtimal 5 dəqiqə indi üstündən keçəcəm. Bir dənə xatırlamaq üçün. Nə yazmısan? 2-dən başlamısan. I vur I A olan kimi get demisən. Demisən ki, I faiz 2 sıfırdırsa sayı artır. Faiz 2 0 və nida bərabərdirsə i-yə, onda sayı artır. Böyük ehtimal ki, problem yox, o deyil.
buradadır böyük ehtimal problemin. Böyük ehtimal. Amma olmaya da bilər. Bir dəqiqə. Eee Heç belə yoxlayacağam. İkisini birdən atacağam. Bilmirəm hansı tutacaq. Orasını bilmirəm. Birinci problemin buradakı 2 yox 1 yazmalı olmağında. Və ikinci problemdə bunu bu şəkildə yox da bu şəkildə yoxla. I vur I nida bərabərdirsə n-ə. Doğrusu A-ya. İkisi də yəni eyni vaxtda səhv idi məncə. Niyə birdən başlayırsan? Məsələn 6. 6 yox, 36. 36-nın 36 özünün bölənidir də elə. 36 36-nın bölənidir, düzdür? Amma sən 36 həm də cütdür. Sən 36-nı saymırdın. Aydındır? Bəli. Bu birinci səhvin. Onun üçün o birdən başladırsan ki, belə də 36 bölü 1-i də şey saysın. Və bir də bayaq yazdığın formada olanda sən belə yazmışdın da, deyək ki, m böl i nida bərabərdirsə i-yə. Bir dənə düşün, məsələn sən buna atıram da 50 və n 50 olsa, sənin kodunda 7-yə baxsa, i bərabərdir 7 halında. Ya baxaq, 50 bölü 7 sənə 7 tam nöqtə hissəsə verir. Və biz bilirik ki, C++ bunun tam hissəsini götürür. Onun üçün sən bunu 7 nöqtə hissəsə yox, elə 7 kimi qəbul edəcək. Və deyəcək 7 7-yə bərabərdirmi? Deyəcək hə, bərabərdir. Onun üçün bu, amma baxmayaq ki, nida idi. Yəni düz olmamalıdır. Amma bunu düz kimi götürəcək. Nə mənadır? Yəni səhv tapacaq. Yəni əslində belə də i vur i 50 deyil, amma bu yazdığı əsasən sanki eləymiş kimi çıxacaq. Başa düşürükmü? Bəli. Ona görə çalışın uşaqlar bölmədən uzaq durun. Yəni məsələn bir tərəfi bölmək əvəzinə o bir tərəfi vurun. Elə daha yaxşı olur. Sonra bu da belə. Sonra kimə gəlirik? Növbə kimə gəlir? A-yə. Kim Aminə olmalıdır da birinci yox. Aminandır bu. Aha. Aminə eşidirsənmi bizi? Bəli. Aha. Elə bir minimum k tapın deyir ki, birdən n-ə kimi ədədlərin cəmi k-ya bölünsün. Yox, elə bir minimum n tapın ki, səhv dedim. Birdən n-ə kimi ədədlərin cəmi k-ya bölünsün. Necə bir şey elə bilərik səncə? Bir düşünək. Ümumiyyətlə, mən gedib bir-bir yoxlaya bilərəm. Yəni, sözün həqiqi mənasında 10 üstü 8-dir. Bilirik ki, time limitə düşməz. Niyə bu qədər əminəm? Yəni, bilirik ki, onsuz o qədər 10 üstü 7, 10 üstü 8 aralığına kimi demək olar ki, gedə bilərəm. Yəni, bir dənə sadə kod yazsam ki, k-nı al, elə k, sin k, elə sum olsun 0, for int i 0-dan i kiçik bir şərt qoyma, i plus plus. Əgər sum faiz daha belə də sum plus bərabər i, sum faiz 2 bərabərdirsə 0 k bərabərdirsə 0-a count i və return. Məsələn. Qaynaq bir şey var. Yəni tək elədiyim forla gedib yoxlamaq. Bu qədər. Niyə bunu boş qoymuşsam bilmirəm. Sonra A-yə baxdıq. Əvvəldə suallar necə gedir bu arada? Sualları izah edilməyə gedirəm. Kiməsə ehtiyac var? Nəsə qaynaqsa var? Xeyr.
Tamam, A'ya baktık. A'ya baktık. Veya minimum amount to light. Bu artıq demək olar ki, keçən kontestlərdən də olan suallardı uşaqlar. Yəni dedik də bunu. Yəni while-la rahatlıqla və yaxud da for-la rahatlıqla yaza bilərsiniz. Yəni tək eləməli olduğunuz nədir? For-un indi K-dır da, elə K-la yaxlayacağım bir dəfəlik. K plus 1-dən başladırsınız. K plus 10-a kimi gedir. Sadəcə yoxlayırsınız ki, i faiz 2, yəni i faiz 7 sıfırdırsa, C6 return 0. Vəssalam. Yəni, son şərti düz bunu istəyirsə, larger than n, aha elə bu qədər. Yəni tək eləməli olduğumuz nədir? K plus 1-dən, yəni bir sonraki elementdən başlayıb 7-yə bölünən ilk element görənə qədər for-la getmək. Və yaxud da while-la. Yəni nə ilə rahatsa o ilə gedin. Aydındır? Səhvimə baxa bilərsiniz. Okey, baxacağım. Hələ for while dedim, yadıma şey düşdü. Bir dəfə əvvəlki şagirdlərimdən biri bizi necə bir həllə gəlmişdi. Bu arada indidən deyim. Dedi ki, yəni məni belə izah edir həllini ki, müəllim, onsuz da ki, n ədədindən sonra 7-yə bölünəcək ilk ədəd 7-dən çox uzaqlıqda deyil də ondan, düzdür? Yəni ən çoxu 7 ola bilər də. Məsələn 14 versə, ən çoxu 21, yəni cavab 21-dir, ən çoxu 7 uzaqlıqdadır. Onun üçün getmişdi, 7 dənə if yazmışdı. Demişdi n plus 1 bölünürmü, n plus 2 bölünürmü, n plus 3 bölünürmü? 7 dənə if for olmadan yazıb gətirmişdi. Məsələn, belə bir həldə, məsələn, kreativ həldə düşünə bilərsiniz. Buradan görək səhv nədir? While true K, bax, K plus 1-dən başlamamısan. Böyük ehtimal ki, problem odur. Aydındır, Nərgiz. Nərgizin kodu da bu düzdür. Aha, tamam Nərgiz. Evet. K plus plus bir yerə yaz, bu ortalara falan. Vəssalam. Cünür, aydındırmı? Mənim səhvimə baxa bilərsiniz. Cünür, sual. Okay. A-T AP. P A-P i faiz 2-yə baxmalı deyilsən. Bir dənə x götür və nə bilim t götür, onu input alıb ona baxmalısan. Yaxşı. Səbəbini başa düşürük də yəqin ki. Yəni orada ədədlər var idi. Məsələn 2, 17 falan var idi. Onlara uyğun sən baxmalısın. Bunu biraz şey sualdır, yəni sadəcə belə də çaşdırıcı sualdır sadəcə. Çətin deyil. Bunu izah eləmirəm. Qalsın, nə mənada qalsın? Yəni bəziləri əvvəldədir, bəziləri qabaqdadır. Bu haçanın dərsidir. Yəni nə vaxt ki bunu homework kimi verərəm, onda elə bir dəfəlik hamı üçün izah eləyərəm. Belə qalsın. Çünki son şərtini bilmirsiniz, hamı başa düşməyəcək falan. Okey, qalsın elə. Find the sum of even numbers on segment from A to B inclusive. Böyük ehtimal ki, səhv alanlarımız, yəni bu
bu sualda səhv alanlar sadəcə time limit alıblar ikisi də. Aha, A-dan B-yə başlayıblar. Bu time limit alıblar. Fikir versəz uşaqlar. 10 üstü 9. Uşaqlar, bir dənə mənə baxın. Hamı bir dənə mənə baxsın, mənim ekranıma. Biz yadınızdadır. Hamının diqqəti məndədir. Ben. Okay. Bence. Time limit olayı, yəni artıq forla, yəni dövrlərlə həyatımıza gəlir. Yəni sual işləyəndə falan artıq time limit problemi ilə time limit problem. Normalda time limit extension falan nəsə belə bir şeydir, amma time limit problem qısaca yazdım. Yəni zamana düşməyi problemi. İki növ time limit problem var. İki növ. Gəl bir dənə bunları tez incələyək, problemlərin üstündən keçək, sonra davam edək. Birinci növ infinity loopdur. Infinity necə yazılırdı? Infinity sözünü yazılırdı. Infinity loopdur. Infinity loop nə deməkdir? Uşaq, məsələn, siz deyək ki, while yazırsınız, sinen yazmışsınız, eləyin. Deyirsiniz ki, n böyüdür 0 olana kimi get. Shout n faiz 10. Bu kodda məsələn səhv nədir? Ki, mən səhvin olduğunu izah eləyər. Müəllim, orada sıfırdan, en həmişə sıfırdan böyük olanda, el olanda həmişə faizin el olanda da infinity olacaq. Ay, sağ ol, düppədüz İsmail. Baxın uşaqlar, ixtiyari bir n götürək. Atıram. Deyək ki, 156. N gəlir baxır ki, n böyüdürmü sıfırdan? N 156 əlbəttə ki, böyüdür. Gəlir, n faiz 10 mənə verir 6-nı. Normalda bizim kodlarda hər zaman belə bir şey yazır ki, n böl bərabərdir 10. Bu sətrin mənası, yəni get 156-nı 10-a böl, bunu çevir elə 15. Amma indi bu sətri mən yazmamışam deyə. Hətta böyle ulduzlar qoyuram. Yəni bu yoxdur deyə. Bizim kod sadəcə gəlir, çıxışa 6 verir və təzədən qayıdır while-ın şərtinə. Yenə deyir 156 böyüdürmü? Sıfırdan, aha. Yenə gəlir 6 verir çıxışa. 6. Uşaqlar, bir sonu yoxdur bunun. Yəni bu sonsuza qədər sözün həqiqi mənası düzdür. Kompüter sistemlərimiz müəyyən bir limitdən sonra durdurur avtomatik bu kodları. Onlar da başa düşürlər ki, bu infinity loopdur və bunun bir xeyri yoxdur. Onun üçün bunu durdur deyirlər. Amma yəni coding məntiqi olaraq bu əslində sonsuza qədər gedən bir loopdur. Bunu durdurmağın yəni break falan olmalıdır. Bundan danışmışıq. Durdurmaq üçün ya da ki bir bu if-ə təsir eləyən bir nəsə olmalıdır. Bu hallarda biz məsələn time limit ala bilərik. Əgər məsələn deyək ki, bayaqki o tərsinə çevirmək sualını yazırsınızsa, amma atıram da bunu yazmağı unutmuşsunuzsa, deməli siz nə alacaqsınız? Time limit alacaqsınız. Amma baxın, biz iki növə ayırdıq. Amma sualın o hissəsində yazılmır ki, bu time limit nəyə əsasən time limitdir. Okay? Yəni siz sonsuz loop'a düşmüsünüz deyə time limitdir, yoxsa o biri növ time limitdir. Deməli, buna deyək ki, birinci növ time limit. İndi gələk ikinci növə. Normalda bunu bu şəkildə izah edirəm. Biz onsuz demişik ki, bütün forları while'a çevirə bilirik. Bütün while'ları da for'a çevirə bilirik. Düzdür? Buna razılaşırıq. Ben. Gəlin fərz edək ki, indi hələ ki while halını gözdən çıxardaq, sadəcə for ilə davam edək. Yəni for üçün izahı başa düşsəz, deməli while'ı da avtomatik tutacaqsınız. Bir dənə for yaradaq özümüzdən. Is A-dan başlasın. I kiçikdir bərabər B-yə qədər getsin. I++. Baxın uşaqlar. Normalda bura I+ bərabər nə bilim C yazırlar. Əsl isbatında. Mən indi sadə olsun deyə qısaca deyəcəm. Bizim forlarımız adətən bu şəkildə olur. Yəni bir yerdən başlayır, sıfırdan məsələn n-ə bu şəkildə gedir.
Belə bir qayda var ki, B çıxılsın A böyük bərabərdirsə, daha böyükdürsə, yəni daha kiçik bərabər yazaq. Kiçik bərabərsə 1y 8-dən, yəni 10 üstü 8-dən, onda bu time limit verməyəcək. Amma bunun halında, yəni bundan kənarda olan bütün hallar üçün başlayacaq artıq time limit verməyə. Yəni time limit dediyimiz problemin ikinci növü də budur. Yəni bu həqiqi mənada əsl time limitdir. Yəni bizim kodumuz o qədər hala baxır ki, bunu müəyyən bir saniyə içində çatdıra bilmir run eləməyi. Yəni orada int yerinə ll olmalıdır. Yox, məsələ ll-də deyil. Məsələ, yəni bu iki ədədin fərqinin çox böyük olmağıdır. Yəni b-a-nın çox böyük olmağındadır. Okay? Yəni biz artıq, yəni sözün həqiqi mənada başqa bir həll yolu fikirləşməliyik. Aydındır? Bəli. Tamam. Məsələn, B deyək, Ayxan, səndən sanki soruşuram ki, atıram. 56 vur 56. Məsələn, deyirəm ki, 3136-nın kökü nədir? Sən sanki bilsən nə edirsən? Başlayırsan deyək ki, yoxlayırsan. 1 vur 1 bu ədəddirmi? Yox. 2 vur 2 bu ədəddirmi? Yox. Bir Uzun yoxlayırsan. Çox çəkir, düzdür? Amma 6 funksiyonumuz var da bizim SQL. Sən bunu SQL-ə salsın elə. Deyəcəksən ki, məsələn bu ədəd bunu hesabla. Kod onsuz bunu sürətli şəkildə hesablayır. Düzdür? Bu sən artıq time limit verməyəcək. Gördün ya, həlli dəyişmək deyəndə bu nəzərdə tutulur. Yeni bir şeyə keçməlisiniz. Aydındır? Bəli. İndi yoldaşlarımız bir dənə sola baxıblar. Bu deyil. Baxın, deyir ki, A ədədindən B ədədinə qədər gedib bütün cüt ədədlərin cəmini tapmaq lazımdır. İndi baxaq. Sanki belə düşünək. Yəni kodlarını göstərim və orada niyə səhv olduğunu deyim. Məsələn, Aminanın kodundan baxaq. Baxın, for-u necə gediblər? A-dan başlayıblar, B-yə qədər gediblər. Düzdür? Baxın, bayaq mənim ümumda tam yazdığım for-dur. Düzdür? Yəni bir yerdən başlayır və bir yerə kimi gedir. Deməli, bunların fərqi neçədən çox ola bilməz? 10 üstü 8-dən çox olmamalıdır. Okay? Bəli. İndi baxaq. Görək sualın şərtində bu ədədlər üçün bizə nə deyir? Yəni bu ədədlər neçə ola bilər? Baxıram, düşürəm aşağı. Aha, deyir ki, bu ədədlər modulca 10 üstü 9-dan çox deyil. Deməli, çox uzağa getmirəm. Birinə 1 versə, yəni A bərabər 1 olsa, okay, B də olsa 10 üstü 10, 10 üstü 9. Time'a düşəcəkmi, düşməyəcəkmi? Mən düşməyəcək, çünki 10 üstü 18 olanda olur. 10 üstü 18 yox, 10 üstü 8. Ha, onda düşəcək. Okay, hamıya aydın uşaqlar. Niyə time'a düşür bu kod? Yəni yoldaşımızın yazdığı. Mən həmin vaxt bunu düzəltmək üçün onda necə eləyəcək? Artıq başqa bir üsul tapmalısan. Yəni indiyə kimi keçdiklərimizi həqiqi mənada bir düşünməlisən ki, biz məsələn hansı düsturlarımız var onu həll eləmək üçün və yaxud da mən nələrdən istifadə edə bilərəm bunu yazmaq üçün. Okay? Ondan istifadə edib tapmalısan. Tamam? Bəli. Nəsə, bu sualın həllindən danışarıq sonra. Əsas, niyə time limitə düşürük? Bunlar aydındır. 2 dənə hal var. Ya infinite loop, ya da ki 10 üstü 8-dən çox dövr sayı. Mənim AQ-ya baxarsınız. Aha, baxar. Bir daha hamıdan səs alaq. Hamı başa düşdü. Bəli. Bəli. İsmail, Nərgiz, Nihat. Bəli. Okay. Bəli. Yəni çox böyük olduğuna görə olur. Necə? Çox böyük olduğuna görə elə olur. Aha, yəni çox dövr edirsən. Yəni sanki sənsən, çox yol yeridiyin üçün yorulursan. Az yol yerirsən, yorulmazsan.
Sonra bunu izah eləyəcəm. Yəni dediyim kimi biraz həlli çətin deyil, amma biraz da asan deyil. Onun üçün o bir suallara baxın, indi qayda bunu izah eləyəcəm. Deməli, bir də əvvəldə görək kim neyniyib. Kimdir? Mələkdir. Bu bir dənə sual tamamla çalış. Tamam. Ye sualını. Boşun qalmasın əvvəldəki. Sonra Oldu mən. olmasın. Arkada nə istəyir səndən? 2-yə yox, 1-ə, 2-yə, 3-ə, 5-ə bölünməyən ilk n dənə ədədi soruşur. Düzdür? Sən nə eləmisən Ayxan? N almısan, birdən nə kimi getmisən? Hə, sən son şərtin hesab etmisən. Sənə demir, birdən n-ə qədər ədədlər içində 2-3-ə bölünəni tap. Sənə bölünməyəni tap. Sənə deyir ki, ilk n dənəsini tap. Fərqini başa düşürsənsə, sən belə izah edeyim, bax. Sanki deyirəm ki, birdən bir var, deyirəm ki, ilk 10 dənə kvadrat ədəd tap. Kvadrat ədəd tap. Bir də deyirəm ki, 10-a qədər kvadrat ədədləri tap. Bax, 2 dənə fərqli cümlədir. Mən başa düşdüm. Nədir ki, yəni 1, 4, 9, 16, 25 bu şəkildə neçə dənə tapmalısan? 10 dənə tapmalısan. İkinci odur ki, 1, 4, 9 və salam. Yəni 1 ilə 10 arasında bu üçü var ancaq. Başa düşdük? İndi burada da sənə nə istəyir? 2-yə, 3-ə, 5-ə bölünməyən ilk dənə ədəd. Yəni birinci hal. Aydındır? Biraz düşün. Mən bu yazanda i-ni n-dən başladacağında. İyni ilə başladım. Sən belə bir dənə count götür və ya while götür. Əskə bez izah edeyim. Sən nə istəyir? N dənə istəyir, düzdür? Elə məsələn bir dənə i götür olsun. Hətta belə yazaq ki. Elel n sin daha kompakt yazaq. For int i başda birdən şərt qoyma. I plus plus bir dənə də count götür. Count olsun 0. Normalda bunu burada da yazırlar, amma qalsın. Bax, nə edəcəksən? Deyəcəksən ki, əgər i faiz 2 nida 0 yəni bölünmürsə, and falan, okey, buranın özünü doldurarsan, shout i, yəni bir dənəsini tapdın və count-u artır. Yəni, count sənə nəyi göstərir? Neçə dənəsini tapmışsan, okey? Başa düşürük bunu? Nədir? Və yoxlayacaqsan ki, əgər count n-dirsə, yəni axtardığın sayı artıq çatmışsansa, break elə. Yəni dur artıq. Çünki sən loop'un bir şeyi yoxdur axı, limiti yoxdur. Aydındır? Yəni duracağı yer yoxdur. İstəsən bura count kiçikdir, n də yaza bilərsən, yəni bunun əvəzinə. Amma yəni fərq yoxdur, hər ikisi düzdür. Tamam? Mən başa düşdüm. Sonra okey, gün bunu dedim deyəsən, düzdür. Sonra diğer şolar necə gedir? İsmail, bir problem var? Mənim yox. Okey. Sonra okey, qəşəng davam edin. Yaxşısınız. Arkaya dediği AP'ye baktık. Sonra bunu izah eləmək istəyirəm. Sadəcə
Mouse'um işləmir. Touchpad-dən bayaqdan yazıram. Bu necə? Mən bir də baxın, kim yazmayıbsa. Sual şərti nə deyir? A-dan B-yə qədər düz ədədlərin, evenlərin samını istəyir, düzdür? Bu şəkildə düşünə bilərsiniz ki, bir dənə məsələn sample götürün. Məsələn, deyək ki, olsun 6-dan 10-a qədər. Düzdür? 6-dan 10-a qədər hansı ədədlər var? 6 var, 8, az oldu. 6, 10, B-ni biraz artıraq, məsələn, olsun 16. Onda olacaq 12, 14. Düzdür? Yəni A bizdə 6-dır. B də bizdə olacaq 16. İndi bu cəmi tapmaq lazımdır. Bu cəmi deyək ki, bilmirəm. Okey. Bir dənə, bu arada şu an hamı baxsın bir dənə, unutdum deməyi. Bir dənə hamı bu sualın izahına baxsın, maraqlı sual çünki. Bir də vurğulayıram kim yox idisə, A-dan B-yə qədər olan cüt ədədlərin cəmini istəyir. Məsələn, bir dənə sample götürdüm. Deyək ki, A olsun 6, B olsun 16. Bu cəmi bilmirəm. Yəni, bir X deyirəm və ya bir S deyirəm. Yəni, bir cavab deyirəm ki, sanki cavab budur. Və uşaqlar, belə də bu cəmdir də, düzdür? Belə bir şey yazaq. Əgər A plus, yəni sadəcə başa düşəsiz yazıram. A plus B C-dirsə, A bölü 2 plus B bölü 2-də C bölü 2-dir. Bu ilə hamı razılaşır. Yəni, bu düzdürsə, bunda düz olduğu ilə razılaşırsınız. Axırıncı yazdığınız nəyi göstərir? Yəni, Abi, bunu bu tərəflə, bu tərəfi, hər tərəfi 2-yə bölsəm, düzdür? Yəni, buranı 2 yazsam, burada mötərizə qoyub bölü 2 yazsam, bütün şəkildə. Sonra mötərizəni açsam, bunu almıram. Yəni, bayaqki düz idisə, deməli, bu da düzdür da. Tamam. Bunu başa düşürük hamılıqla. Onda uşaqlar, mən nə edəcəm? Sanki belə bir şey deyəcəm. Yenə, hər tərəfi 2-yə böləcəm. S bölü 2, buranı böləcəm 2-yə. Nə baş verəcək? Yəni, belə yazsaq, 3 üstə gəl 4, üstə gəl 5, üstə gəl 6, üstə gəl 7, üstə gəl 8. Bərabərdir S bölünsün 2-yə. Düzdür? Və bunu daha şey yazsaq, A bölü 2-dən sanki üstə gəl, yəni ta B bölü 2-yə kimi hamısının cəmi bərabər olur S bölünsün 2-yə. Bu bunun eyni qüvvətçisidir, belə yazaq. Burada yazıram ki, bunun eyni şey. Məndə A sualına baxarsınız. Qəribə bir error verdi. Okey, bunu qutaraq baxarıq. Okey, bunu dedik. İndi baxın, mən sizə dediyim kimi, düstur əzbərlətmirəm, sadəcə 2 dənə düstur var ki, onu əzbər bilməyinizi istəyirəm. Belə, A-dan B kimi olan ədədlərin cəmi, yəni baxın, 3-dən 8-ə kimi olan ədədlərin cəmini tapmaq lazımdır mənə bu dəqiqə. Hansı düstur idi o? A-dan B-yə qədər olan bütün ədədlərin. Kimin yanındadır o düstur? Yaxşı, birinci obyektin sadəsini A vurulsun. Mən deyim. Belə bir şeydir. Mən deyim. Aha, dedi. M vuran plus 1 bölü 2. O 1-dən N-ə qədər olandır. Mən A-dan B-yə qədər olanı soruşuram. Şular, baxın, dediyim kimi, özünüz də həqiqətən təsdiqləyə bilərsiniz də məni ki, mən sizə yəni neçədən düstur demişəm indiyə kimi, yəni neçədən düstur əzbərlətmişəm, heç demək olar. 2 dənə düstur cəmisi. Birinci, 1-dən kimilərin cəmi. Buyur Aminə. A plus B vurulsun A plus B çıx 1 bölü 2. Vurulsun nə? A üstə gəl B çıx 1 bölü 2. A üstə gəl yox da daha doğrusu, mən düzəldim onu. Əvvəlin yaxşı gəlmişdi. B çıx A plus 1 bölü 2.
Tamam. Aa, bu da uşaqlar baxın. Bir də budur da, yəni bunu biraz əzbərə bilməyinizi xahiş edirəm. Bu da nədir? A-dan B kimi ədədlərin cəmi tapır. Hə, deməli siz bunun əvəzinə, yəni bu hissənin əvəzinə, yəni onu yaza bilərsiniz. Yəni A plus B, yəni onu 2-yə bölsəz elə bir. İndi burada beyniniz yanırmış kimi olacaq. Yəni A-nı 2-yə bölün, B-ni 2-yə bölün. Daha sonra da aparın orada düsturda yerinə qoyun. Və bu sizə verir S bölü 2-ni. Deməli siz nə hesablamalısınız? Vur ikisini, yəni bu bölü 2-yə ehtiyac qalmır. So, bir dənə də bunu hesablayırsınız. Olursa cavab. Amma A-nı bölməlisiniz 2-yə, B-ni bölməlisiniz 2-yə. Və sağ. Bax kodu nə yazılmaqda. Elin A alırsınız, B alırsınız, sin A, B. Ve bir A böl bərabər 2, B böl bərabər 2. Deyirsiniz ki, əgər yox, elin A plus B vurulsun B minus A plus 1. Siyah A. Düz bu yüzlük həll deyil hələ ki. Amma bura kimi qaranlıq da aydındır hamıya nə baş verdiyi. Necə gəldiyimiz aydındır. Bəli. Okey. Tamam. Bir dənə nə ola bilər? Məsələn, deyək ki, biz burada necə 2-yə böldük? Yəni 2-yə bölməyimizin səbəbi nə idi? Çünki istədik ki, bu hala gətirək ki, bu düsturdan istifadə edə bilək. Amma məsələn, bizə 6 yox da 7-dən desəydi, onda mən nə edəcəkdim? Baxın, 7 olanda artıq mən 7 cüt deyil. Cüt yox, artıq 6-nı da saymayacaqdım. Onun üçün bir dənə if qoymalıyıq ki, bu if də nə üçündür? Sadəcə belə deyək də bunu yoxlayırıq ki, əgər A faiz 2 deyək ki, təkdirsə, tək ədəddirsə, onda A-nı 1 vaid artır, yəni 7-dən 16 kimi hesablamaq elə 8-dən 16 kimi hesablamağa bərabərdir. Və yaxud da atıram, yəni tərsi də keçərlidir. B üçün, B təkdirsə B-ni azaltmaq ehtiyac qalmır əslində, amma yenə də olsun. Məsələn, 15 olmağı siz 8-i 15-i kimi hesablamağınız, yəni artıq 16-nı saya bilmirsiniz də, 15-i 14-ə kimi hesablamağınızdan eynidir. Aydındır? Bu B olacaq. Və salam. Bir dənə də bunu yazırsınız, qalan hər bir şey olduğu kimi qalır. Qalan isə var uşaqlar son həlində şərtində, izahında. Dəqiq. Tamam. Sonra bu da belə. Davam edeyim da. So, şu an davam edin siz. Sual yazanlar davam etsinlər. Kimin nəyinə səhvinə baxırdım? Bir daha xatırladım mənə. Mən baxırdım, indi düzəldi. Təzədən yenidən atım düzəldi. Okey, qəşəng. Kimdir? Mələk. AG-də səhv almışsın. Görək nədir? Largest aralarında 11'e bölünen en kiçik. Okey. Budur səhvin. Bax buradır. Yəni sənə məsələn deyək ki, 0 versəylə cavabı nə verməlisən? Bir düşün. Tamam elə? Yəni ədədlər mənfi də ola bilər. Sən mənfilər üçün işləyən bir kod yazmalısan. Onun üçün də solution nədir? Yəni hər şeyin düzdür. Tək bir də önəmsəməli olduğun bunu götür. Yəni bu göylə işarələdiyim ifi götür. Yəni mənfi də olsa, i neçə olur olsun, işləsin. Onsuz da break'im var da, əvvəl axır duracaq. Tamam? Oldu mən. Sonra kimə nə lazımdır? Burada baxdıq. Burada amina xanımın səhv var. Vektoru keçirik artıq buradan.
Ha, sadəcə şey yazmışam. Nə eləmişsən? Faiz 2 okey, reverse plus kaça verib bu? 82. Birinci bir dənə 0 olma halın yox la. Yəni sanki çünki son şərtində 0 da ola bilər. Mən elə yoxladım. Səfirdir. Amma sonra necə düzəltəcəyimi bilmədim. Bir dənə kodla bir də baxım gözlə. N faiz 10, N bölü 10. Eğer K faiz 2 sonra mən şey qarışdırıram hər dəfə. Bütün cütləri bir vahid azaltmalı, təkləri də bir vahid yox. Cütlər bir vahid artırılmalı, təklər azalmalıdır. Bu o deyil. Demişsən ki, cüt deyilsə, yəni təkdirsə, bir vahid azalt. Yox, cütsə bir vahid artır. Okey, bu düzdür. Reverse atmışsan ki, onsuz da while tərsinə çevirir. Dediyim kimi bir dənə sıfırı yoxla. Hətta mən yoxlayayım. Qoy. Axırlarda səhv verir. Bir yerə imtiyaz olmuşsun. Yox. Yox, səhv necədir? Mənim sıfırla başqa ədəd verəndə səhv olur. Sıfırla başlayanda niyə versən ki ona? Eyni sonucun daxil. Mən sual verə bilərəm. Aha. Və A-nı sualını necə tapırıq? Nəyi? A-nı. Nə A? Başa düşmədim mən sualı. Amma A-nı sualı yəni Ha. kontekst. Kontestin. Arifmetik min nə deməkdir? Ədədin ya ədəd ortası. Yəni bu ədədlərin hamısını toplayacaqsan Ədəd orta istəyir, başa düşdüm. və bir dənə problem var. Bizim neçə element olduğunu demir də, düzdür? Yəni bir Bəli. elementdir. Sin eləyəcək. Nə edirik? While-ın içinə sin n yazacaq da, yəni. Varsın, aşağı düpəsi, aydın yazarsın.
Sonra dediyim kimi mənasız olmağa başladı deyən. En böyük olsa nə baş verər ki? Deyək ki, böyükdür. Fərz edək ki, böyükdür. İnanırsın ağlıma bir şey gəlmir. Çox şey mənasız olur ona görə. Bir dənə desəm sıfırı ifləyək. Özdəki ədədlər də ki 10^9-dan kiçikdir. If n sıfırdırsa siyah. Ben most pozitif demir, yani sıfır pozitif böyle. Bilirəm, amma yoxlamadan izləyən gəlməz. Yenə səsin çox az olmuşdur heç. Bax, axırlar, yəni test case'lər çox abedimi increasing nə olur? Böyük ədədlərdə səhv verməlidir. Yəni biz çox böyük bir ədəd versək buna bu səhv işləməlidir. Amma axı səhv işləməyinə bir səbəb yoxdur əslində. Faizini tapırsan, böl bərabər eləyirsən. Atrafda faiz ikisi bu şəkildə verilib də, yəni çox da çətin bir kod deyil. Input 1 və 0'lar. Ha, böyle bir problem var. Başlangıca 0 düşür. Ha, bunu ədədə çevirək onda. Elə nam olsun, yəni yeni quracağımız bir ədəd olsun 0. Çevirmənin yolunu göstərmişdim də o vaxtı, düzdür? Hər dəfə nam bərabər olur, number vurulsun 10. Hər dəfə 10'a vurub üstünə qalğı gəlir bir növ. Bunu eləsən və shout number bəs keçdi. Aynı oldu. Mən verə bilərəm. Əvvələ 0 düşür, tamam mı? Aha, buyur axı. Məndə A-nı sual səhv oldu. 43 verir. Anı. Çünki el götürmüsən Ayxan. Son şərtdə sən kəsrlə cavab verəcəksən. Deməli, nə ilə götürməlisən? Double-la. Qabından. Üçünü də double-la götür ki, rahat olsun. Yəni sonda cavab. Eni də. Hə? Eni də. Eni də. Heç bir problem yoxdur. Double götür get. Yaxşı, sağ ol. Sonra bunlara baxmıram. Bir-iki dəfə özün baxın, məncə düzəldə bilərsən. Sonun şərti nədir? Bir də ona baxıb, koda baxmayacağım, amma ipucu verəcəm, yəni. Ədədin asan sualdır, rəqəmlərindəki
cüt ədədlərin sayın hansını istəyir, hesabını istəyir. Bizə elə bir şeydir. Prime number. Şolar, hə, bir dənə də yenə hamı mənə baxsın. Bununla danışaq, sonra dərsimizi yekunlaşdırarıq. Bir dənə də dövrlərdən danışmışkən, yəni sadə ədədlərdən də danışaq. Bir dənə xatırlayaq görək, sadə ədədlər nə idi? Biz ədədin bölənləri falan temaları nə idi? Bir dənə də olan üstündən keçək ki, indi qabağımızda suallarda çıxsa təəccüblənməyib üstündən keçib gedə bilək. Deməli, bir n ədədi varsa əlimdə, bu ümumiyyətlə bir sadə mürəkkəb anlayışına baxaq. Prime ingiliscə sadə deməkdir. Yəni, prime numberlar sadə ədədlər mənasını verir. O vaxt sadədir ki, bir 1-ə bölünsün, bir də özünə bölünsün n ədədi. N-in yəni bölənləri ancaq bu ikisi olsun. Elə bir başqa i olmasın ki, n faiz i bizdə 0 olsun. Yaxşı, bu ona nə deməkdir? Yəni, mən buradan nə nəticə gələrəm? Əgər mən ixtiyari bir i tapsam, bir gedib ədədin bölənlərini yoxlasam və gedib i tapsam, elə bir i tapsam ki, bölünür, deməli, ədəd sadə deyil. Amma heç tapa bilməsəm, deməli, ədəd, belə deyək ki, necə deyək, sadə ədəddir, uzun sözün qısası. Sadə ədədin tapılmağın yolu. Inti başlayırıq 1-dən, i kiçikdir, bərabərdir. I vur i, yəni kiçikdir, bərabərdir n-dən. Və yaxud da bunun əvəzinə belə də yaza bilərsiniz, belə yazıram üstdən. I kiçikdir, bərabərdir SQRT n. İkisi də düzdür. I plus plus. Bir dənə yoxlayırıq ki, əgər n faiz i, məsələn, məndə 0-dırsa, count-u artır. Count plus plus. Bu bizə nə verir uşaqlar? Elin count olsun 0. Bizə bu onu verir ki, əslində plus bölü 2 olur. Yəni, n artıq n-i 2 görməyim və daha çox görməyim, o demək ki, artıq n sadə ədəd deyil. N bundan sonra, yəni artıq elə bir i var ki, onun böləndir. Əslində 2-dən başlaya bilərsiniz, heç problem yox. Bu şəkildə gedir. Hə, bir də bölənlərin sayını tapanda biz nə deyirik? Deyirik ki, bir dəfə plus 2 elə. Amma məsələn, i vur i təzdən n-ə bərabərdirsə, n-ə, onda count-u bir dənə azal. Yəni, sən normalda necə işləyir? For, məsələn, deyək ki, 36-ya kimi gedəndə 2 ilə 18-i götürür. Niyə 2 vayda artırırıq? Həm 2-ni, həm də 18-i nəzərə alır. 3-ə baxanda deyir ki, 36 bölü 3, 36 ilə 12-yə bax. Yenə 2-dən artırdım. Amma məsələn, 4-də də elə, 5-də də elə, 5 bölünmür, 6-da, amma artıq 6, 6. Mən bunu 2 dəfə artıra bilmərəm. Niyə? Çünki ikisi də eyni rəqəmdir də. Onun üçün deyirəm, i vuru n olanda, yəni 6 vur 6, 36-dır deyə. Mən count-u bir dənə azaldıram. Yəni, deyirəm ki, sən 2 dəfə toplamısan bunu. Birini sil orada. So, ən sonunda nə edirəm? Gedirəm, bu burada 2 qoyaq. Yəni, onsuz da hər ədədin 2-yə böləni var. Siyahut, məsələn, count desəm, artıq nə olacaq? N ədədinin sən böləni var. Onu tapmış olacaq. Və salam. Yenə, sadə ədədi yoxlamaq dediyim kimi, count-un 2 olub olmadığına baxmaqdır. Bir-iki dənə mürəkkəb sayda suallardır sadəcə çək eləmək suallar var. Məncə bu ilə ora qurtarır. İnşallah gələcək dərslərdə lazım olar bundan da artıqından danışarıq. Tamam. Bəli. Bölənlər temasında nəsə problem var, yəni məsələsində. Xeyr. Okey, davamıya. Belə. Deməli uşaqlar. F tapşırığını bildik. O biri hərfə kimi harayı dedik. A, Z-ə qədər. Yəni bura kimi. Düz yarısını üzrə işləmişik. Biraz da şeyinin bura kimi çatın. Uşaqlar, baxın, deyirəm. Gəlib də A-Z-yə çatıb durmayın. Əgər vaxtınız varsa, davam edin. Nə qədər tez bunları işləsək, başqa suallara keçməyə də daha çox vaxtımız qalır. Tamam. Bəli.
Belə. Kimsə sual var? Xeyr. Yaxşı onda. Heç kimin sual yoxdur ki. Xeyr. Xeyr. Okey. Uşaqlar bugünün yekunlaşdırağının da dediyim kimi biraz yorğunam. Yatıram ayaqüstə. İşləyin hüquqları gələn dərsə kimi gələn dərs yenə qaldığımız yerdən davam edərik. Tamam. Yaxşı, mən sağ ol. Yaxşı müəllim. Sağ ol. Sağ olun. Sağ ol. Sağ olun.